Yoğururam, bir gündə həm paxlava təkəm, həm paxlava, həm şəkər vurayım, sən rahatdır, xasatdır. Sonra sənin yeməyini hazırlar. Mənim yeməyim nədir ki, bir dilim balıq, iki dilim balıq verir. Yox, indi evdə bəs necə yəni, elə şey var. Bancımda yoxdur, burada geçir. Bu sudan dürəmirsə kimi azəzarı dağıtdı. Allah hamd olsun. Ondan qabaqda sən baxırdın da, sənə Baxdırdım mən. Və o niyə demirsən? İndi istəyirsən bir qutuma hamı utasan, orada hamı gələk deyək ki, sən Allah Həbibi bir dənə oxucu. Sən şükür edəyək. 1 manata da şükür edəyək. Şükür. 1 manat olmasa çörək almaq olmaz. Mədə yaxşıdır. Yəni, bunları bilirsən. Yaxşı, oldu. Təzə paxlava var, bunu bilməm. Bəlkə mənə köhnəni götürəsən? Köhnəni götürdüm. Onu deyil, qismətli saxlama. Yarımçı saxladığına görə. Onu mikrobalmaq qoyaq yumuşalsın. Yarımçı saxlama. Onu mikrobalmaq qoyaq o köhnəni yumuşalsın. Əzin bildin də. Oyala. Oyala xalam. Xala qızı yapma. Niyə? Mənim xalam qızı niyə tədəsin? Abar xala qızı var. Niyə? Tədəsin üçün apardım da ona. Vay ne kadar oyun gönderdi öyle. Bayram Şam da yandırar, İnden yandırar. Yok. Açın sen. Bunu kısmetli saklı. Saklıysan ne her işlerinde yaptı kesin. Adam kısmetli saklama. Ay yiyemiyorum. Şimdi... Yiyin Salih, yiyin. En çok olsa canın içine çok yiyin. Bugün hoşuma gelen kızla tanış olacağım, gedirəm. Üz-üzə. Üzbəüz görüşə gedir. Üstümdə prosta pulum yoxdur. Nəsə köməkli eləyə bilərsən sən mənə? Var, pul. Vergidən verərəm də, qaytararam. Pis ömrün günü az olur. Çörək yemişsən sən. Ne oldu? Çörək yemişsən. Verdim pulu. Ne pul? Verdi pulu. Ben sana pul verdim. Yox, bayaqda dediydim ben. Ne pul? Sen pul istəyirsən? Elə bugün qızla görüşə gələm, üstümdə pulum yoxdur. Varsa ver, qaytararam mən. Verərəm. Nə qədər versən? 50 man. Bakayım. Ve son balansım 28 manat idi, o da çıxar. İmkanda da var idi də. Hoppa! 50 versən ürək. Eyni. Doğrudan. Allah. Sağ ol, Allah kömək olsun. Ya bil də, mən bunun əvəzində çıxacaq. 50 manat, 50 manat. Allah kömək olsun. Yəni də çay verərsən? Verirəm. Sən kimi ana, nə bilməyim. Sıxıb saxlamısan ha, Cini? Gəlin. 50 man. Ürəyin rahat olsun. Sən getirmişdin ki, sən bayram pulu verin. Ayaqı zarafı deyiləm, pula ehtiyacım yoxdur. Qoy çivrə. Kan var, mən kimi deyəsən o pulu. Yox Allah. Götür, sirkürəklə verirsən. Yox, quraraq istəmirəm. Sirkürəklə verirsən. O qalsın, evimin kirayəsiz adı çapıyanda səndən dəsə istəyərəm. Gələm. Verirsən biraz salballı verir, 100-dən 200-dən. Yox, o yoxdur. Gətir. Allah'a şükürlər ki, odur. Götürsən Allah pilvə işləmə, gələm. Özüm bilir. İstəmirəm, qızlar zaten görüşmürəm, var zarafat edir. Allah da özündə pul yoxdur, yoxsa sən artıq pul verərdin. Bayram hədiyyəsi gətirdirsən də mənə, stolu bezərdirsən. Yumurta gətirməmsən, ay baba. Baba, oy! Arvad yaşlaşır və eşitmir ki. Əlaqə!
Eşitmir. Yaşlaşır. Baba! Ha, şükür. Ha. Deyirəm yumurta necə gətirməm sənə? Kraskalı. Nə? Yumurta da... Ben hoşlanmıyorum onu. Ne lazım? O kaska şeyler. Zəhərlənməz olacaq. PTK-nın reklamda baxdığım video var. Hə, gördüm. Xoşuma gəldi. Yaxşıdır. Ne yeməmisən bunları? O yeyirəm, mən qonzaqada yeyirəm. Yiyəcəm. Amma mən səni görə alıram. Çay gəlsin, çayımızı içək. Gəl. Çox sağ ol. Hara getdin? Gitmişdim. Peki bir 5 dəqiqə otur söhbət edək, gedərsin. Bu evi işim yığışdım. Sənin üçün pirində fazla. Ya düşmədən yeməmişsən. Hə? Çaxlı vaxtı düzgün yemirəm. Ne yemirsən? Şeyi yedim amma, kebabı yedim. Kebabı yemirsən. Qəşənglə, özüm çəkmişdim. Kimə yiyəcəkdik özümdən sonra? Kebab çəkə bilirsən? Haa, mangalım da var, işim de var. Həvəs var səndə. Hə? Həvəs var. Oturub mangalın qabağında kardonla belə edirsən. Kardonla yox, Ha. kaçandazla öyle. Həvəs var səndə arada. Düşünürüm da, düşün. Hayatımdır, hayatım. Bəlkə bir gün piknikə gedək. Neyle bile hayatımda değilim. Piknik bilsən nədir? Bilirəm de geldiler otlarda otururlar. Hə. Neyim ki öz hayatımda otururum da. Həyatında ot var. Neyim ki otda otururum. Zaman kızlarla gedim otlarda otururum. Niyə yaşlısı da oturur? Lazım değil mi? Öz elimde hayatımda. Sən elə bir başqa pakalin yapsan. Öz hayatımın olur. Şəraiti olur. Düşün. Sən əvvəl qrupuun kim olub? Zer Klarazat, hamısı bunlar səndən bir oturub durmuş. Çay. Köhnə kişi ilə elə bir, yaşlı kişi, köhnə kişi, o şey var ya. Bilirsən, inşallah, həyat elədir ki, elə bir eli olmuşsan, değişilmirsən, sən nəsin arvad olmuşsan? Şu kişi də olmalıdır, elə bir. Sabit, az sabit. Şirinsən də amma. Sən xəbərmən hamı deyir ki, sən məndən çox şey deyirsən, sevirlər səni, çox istəyirlər. Və Allah hamd olsun. Allah razı olsun. İnan Allah səni çox istəyirlər. Allah razı olsun hamısından. Sabit. Hamı deyir, o arvad yaxşıdır, nur anadır, öpürəm əllərinə, öpürəm əllərinə. Nə qədər adam? Mən hamıyım, mənim bütün məhlə, mən tanıyam, hamısı mən olsun. Doğrudan çox Türk eşit zaman. seviləsi arvadsın, yaxşı insansın. Sən də bir olda, Mən müddət var da. əlbəttə bir müddətdən sonra Bir müddətdən hər sonra şey düzələcək, mən buna bələdəm. gedəcəm. Sənin oğlunu belə də ki, belə də çox Allah yaxşı. şükür Allah, bir dənə ailə qutsaydı. Bir tərəfə oxşadı, başı tez ağardı. Ay mama, mən evlərini sənlə əmrim edirsən. Nəyə? Ümumiyyətlə də, bax ki, hər şey... Mən işlərin əmrim eləmirəm. Mən Sən axır vaxtda... normal qıza. Normal birlik də, bir şey, biraz müasirlik deyil, qız biraz... Ay, hadi, mənim elimdən elə müasir qız çıxa bilməz. Topik çeynə bilməz qız. Topik nədir?
Tofik yox, Topik. Tofik kimdir? Topik. Sən başı xərab olur. Yox, evdə geyinə bilməz. Evdə nə istəyəcəksin? Qapıdan bayra onu çıxa bilməz. Bildim də Bir de qapıdan... sanki o videdə şəklini qoyub TikTok-a onu neyin anasın? Stop deyil, öz statusu. Olsun da onu qoy. Ay Allah! Qutar! Evlənmirəm! Evlənmə. Evlənmirəm! Evlənmə. Sən görməyəsən mən evlənmirəm. Görməyim. Qutar bezdim o şey. Görməyim. Aa. Pirimi istəmə. Xəstə. Böyle şey olur. İnsan şəklini qoysun, nədənsə bitdi. Mama qurban olum Qutar, mən qız deməm. Onu deməm. Sənə nəvə lazımdır, tez bazar bilə. Harada tapasın? Sən nəvə lazımdır? Tapdıqlar. Yox, tez bazar bilə nəvə istəyirsən, skap. Yox. Yox? Skap. İstəmə. Söyle onunla. Söyle, evlənməyimi gözləmə. Skapı da analiz edeyim ki, görün bu budur, oxşuyur, bunu oxşamır. Bunun qabıdır deyil. Başı xərəb deyil. Arvad, dəhşətsən səni. Mən bilmirəm sən nə istəyirsən. Qurana and olsa. Mən başa düşmürəm. Allaha and olsun, mən səni başa düşmürəm. Mən nə istədiyimi bilmirəm, sən nə istədiyini bilmirsən. Məsələ də burasındadır. Nə istəyirsən. Bir tuta bilsən nə istəyirsən. Mən istəyirəm. Bir də Ədəbli, ərkanlı, oturuşunu, duruşunu, geyimini bilən bir qız oldu. Bundan əlavə heç istəmirəm mən o adamı. Allah qorunan da mız tapasın. Taparam. Tapacaqsan. Tapacaqsan. Bir də pinti olmasın. Tapacaqsan, bir şey tapasın. Heç də tap deyildir. Alamatı, mən evləndim, ayrı qalacam. O bir tərəfdəsən, bu tərəfdən mən. Bax, bir həyətdir. Burada sənsən, burada mən. Hı. Çizdi! Sanı! Çizdi! Sanı çizdi! Yaş, arvatla siz bir yerdə qalın, mən o bir evdə qalaram. O bir ev elə deyilsə, elə bir o bir ev var. Eləyəcəm də. O bir ev var. Eləyəcəm də. Ne eləyəcəm də. Ha? Neçə yaş var? Hani işimiz gücümüz heç inan Allaha. Mən... Sən ne istəyirsən? Neyse. Sən evin yoxdur. Yox mama, mən sənin yanında yayın aparamıram. Allah haqqı aparamıram. Yəni, mən demirəm, ya ailə qur. Ailə qurdum. Ay ben o nə evdir, qurban olum, qarınlarına keçəcək. 2 dənə uşaq olsun söhbətdə. Ev bilsən nə? Sən nə varsan, cavab neçə uşaq? Ne ipek koridoru? Ümumi opsi 100 kvadratlıq qonaq otağı. Neyim, sən 100 kvadratlık qonaq otağında neyinsən ki? Evdə 2 dənə uşaq olsa, uşaqlarda olmayacaq. Uşaq bax. Uşaqlarda olmayacaq. O sənin evindir. Neçə sənin? O sənindir, sırf O özün. mənim evimdir. O sənin evindir. Ya da indi o sənindir, o ana evidir. Bax, başqa dönüm, 2 dənə evdə uşaq oldu. Neyiniyəcək? Hə, cəmat bir otaqda 5 uşaq böyüdür. Sən nə daraqsan? Ne şaptığına şiddi yatırsan? Hə? Bir öz şəraitini qurun da olar. Qur Amma özümə həvəssən, mənə həvəsə gətirməkdən ki, bəli, o, sən bir əldə ev tikməlisən, sən bir əldə özün Yox, mən niyə deyiləm elə? Tel bir otaqda ilişib qala. İnsan o evə girər, yaşayar, qazancını da yığar, başqa bir yerdə, istədiyi yerdə bir ev tikər. Amma kiraya qalır, eləmək olmaz. Sənin yanında bir dənə qışqırsam ki, Qəşkəy Sandra! Gəlcəsin. Eləməyəsən. Eləyəsən, eləməyəsən. Eləyəsən. Sənin səsindən yatmaq olmur deyəsən. Olacaq olmayacaq, səhərə qədər mən oyaq olar. 2 dəqiqədən bir namaz qılırsan, o qədər qəzaların da var ki, qutarmaq deyil. 7-24 namaz qılırsan, qəzalarını qutarmırsan. Nə dəxli var ki? Namazın sənin nə dəxlisi var? Ay başladım, mahnı qoyuram, oradan qışqıram, böyrdən Allah'a ki, narahat edirəm. Eləyəcəm də narahat, istər-istəməz şərait o deyil. Ona görə qaçıb bura gəlmişəm ki, bir dənə özüm rahat yani edeyim. Qızla söhbət edəcəm, oradan artikeli çıxarıb desən, Sadiq, çıx. Mani olarsan yanıma, olarsan, hər cür problem yaradarsan mənə. Neyiniyəcəm mən? Çöküntü yaşayacaq. Evlərin yanındayam.
Yanımdayım da evlənəndən sonra yanımdayım. O bir şey ailə. Onsa TikTok'u ləğv edirəm. Hatta ne istedin evden TikTok'ta laf edin. Biz deyəm də biz şəraitimizi bıraxdıq. Sen hava kurarsan o şey. Əyni qismətdir, Allah bilir. O heç kim heç vaxt deyə bilməz ki, nə vaxt var bilərik. Ola bilər ki, sabah olsun, ola bilər bir gün olsun, ola bilər bir ildən sonra olsun. Onu kim deyə bilər? Ne geçer mucize değilse de. Mucize deyil, bu reallıqdır, mucize. Niyə ki? Şükürümüzə. 5 il bundan, 10 il bundan qabaq haradaydın? Ona göre Allah'ın bəxş elədiyi bu eve gece günü şükür. Ha, şükür edirəm, mən yenə istəyirəm amma. Bunda bir yaşa cüs oladı başkasını istedi. Ona göre dedi benden nankördür. Vermişim git yaşa da. Ay qurban olum. Mən neysən ki, böyründə ev tikirəm də. Sen bir torpağı almışsan işte. O pulu ay bala. Ha. Baba O səndən havalara alım. düzeler o havalara. Alınmır, səndən yayın açamıram da, eləyəmirəm. Yani başka yere akşam çık geleyim ben. Yenə də pulum gedir də, nə olacaq ki? Bakalım oldu. Mən səhərə qədər bir də görsəm, ay insan, bura mən... Bir şey götür Ay oradan. qurbanım, bura mən rahatdır da, yatıram, dururam, istədiyim vaxt. Nəsə yardım atsam, mahnıya, televizor, kod verirəm. Sənin yanında edəyəm mi? Yaşında evlen kızı da getir. Ha ya. Evə niyə qızı bura gətirirəm? Ne bileyim sen değilse. Mən evləndiyim indi. Ne olur? Mən elə evlənməmişəm. Mən bir il vaxt verməmişəm. İnan bütün Azerbaycan beysi sənin bu subaş. Yox, mən Hamı devirən evlənsin sağlık. bir il vaxt vermədim mən. Hə. Sonra bir ildən sonra görüşərik də. Görüşerik birlikdə sonra. Bir ildən sonra bu söhbətə qayıdarıq da. İnşallah. Hə, inşallah da. Cəmiyyət nə olubdur? Hər sən soxda bir də arvad alır. Yoxsa kimisə nabot qalamısan? Yox valla, mən heç kimi... Sən də gedişmə, özüm tapacam. Özüm üçün tapacam. Özüm tapacam, narahat olma. Sən məndən narahat olma. Allah deyəsən ki, mən tapacam. Narahat deyildi. Axtarıram, hər vaxtdan axtarıram, inanırsan. Karakterini görüm nədir, sən dediyin kimi formatacaq da. Sən belə eləyirsən, efirdən də görür, kimsə maskanı taxar, gələr. Qəyamə, heç nə danışma. Lazım deyil. Mən özüm hər vaxtdan gəzirəm, krokodil kimi. Elə düşdüm. Neçə yaş var qədər? Narahat olmadı, bu inşallah ki 33'te şey deyirik. Narahat olma. Tərpəndim mən. Söyle gibi sen səhər. Hər məsəl. Dönən yemişəm. Niye? Xaladelikdə yumurta var, pişir ki. Bütünü istədim də. Saçka var. Ne yeməmişsin? Ay qurban olum, pulum var idi, özüm özümə dönər aldım. Yeyə bilmərəm. Yemiyim. Ye. Nə yemişəm ki? Böğürtən yemişəm. Dönər yemişəm. Ürəyim istəyib yemişəm. O düşbələ qalıb orada. Düşbələr istəmirəm. Nəşə? İstəmirəm, düşbələr istəmirəm. Sulu xörək yaxşıdır. Cəmat düşbələ xoşlayır, bu da xoşlanmır. Ye bunu tutar. Bunu ye. Evet. İki dişlər. Filmə işləmə. Mən neyim? Mən filmə ihtiyacım yox. Sen Allah bir konuşacak değil, sen ekran kaydında görmüşsün. Yolda gedəndə cəmat tutur məni saxlayır. Sen Allah. Allah Allah. Qış! Məşhurlaşmısan ya bu. Mənə lazımdır məşhur. Lazım deyil deyəndə dağılan ol deyə məşhursan. Neyim mən məşhur? Valla məşhursan. Mənim fikrim başqa şeylərdir. Mən məşhurum lazımdır. Fikrin nədir? Mənim fikirlərim çoxdur. Nədir? Gör ki, nəsə eləyəcəksən. Mətiş kimi danışdın səndən. Sən Allah'tan bir də xahiş edirəm. Hə, Mətişlə oynamıyor. Qoşun. Yox, Boş muyum? yox, sağ. Deyip kim tanır? Yox, atam. Yox, lazım. Valla lazımdır. Yok. Uyğundur. Belə bir şeylər bizə aiddir. Ya. Ya. Ne dersin? Xahiş edim, bir də ondan. Başta. Pek eləmi. Nə peykər, nə belə danışır elə. Hayır. Olmaz. Deyib gülürdü. Yox, sadə. İnsan görürsən ki, yaşından İnsan hər yaşına uyğun danışmalıdır, yaşına uyğun hərəkətlər eləməlidir. Görürsən ki, bu işi o deyil, Ya.
Eləmə. Ya, o. Günahı səndə tutacaqlar. Deyəcəklər, o yaşlı da idi, bəlkə insandır da. Yəni, insan yaşı dolanda Allah uzaq edəsin, Allah göstərməsin. Danışığını bilmir, hərəkətini bilmir. O gündən qorusun adamı. O gündən qorusun ki, ağıl ged adamda. Səni qınayacaqlar. Deyəcəklər, o yaşlıdır, və sən cavansan, sənə nə olur? Mən nə var o, görmür. Daha eləmə. Görürsən ki, onun danışıqlarında nə sözlər var. Eləmə. Ya, Məsələn. ya, olur. Neyse. Çörəyi yiyib, qəşək çayı yiyib. Mən də durum sənin üçün pirey hazırlayayım. Başqa nə yiyeyim? Nə, başqa nə Başqa heç nə. Yatmısan gecə, yoxsa yox. Biraz yatmışam. Vəssalam. Biraz sən gecəm lazerlik. Hara gedirsən? Lazer reklama. Hə, reklam. Pulunu verir çoxdan. Ged atam, ged işlər. Bir reklam olsaydı birində tutardım, gedərdim, qəşəngdir. Tez bazar. Hara? Görürüm reklam var. Reklama gedirəm. Ged atam, Allah işini uğurlu xeyir edəsin. Allah ruzunu yetirsin. Allah sənə var edəsin. Allah. Allah ruzunu, hamın ruzunu Allah yetirsin. Allah heç kimin gözünü ondan uzağında eləməsin. Hər kəsin ruzunu Allah yetirsin. Hamın ruzunu Allah yetirsin bu əziz gündə. Xəstələrimizə şəfa versin. İnşallah. Bilmiyorum. Çayı iç. İçin birazdan gelirəm olsa. Git can. Git mən də bu ev işi yığışdırım, təmizləyim. Hə. Biri gələcəm 20'si akşam. Yəni akşam yoxdur, yəni günümüzdə. 20'si gələrsən. Bayram akşamıdır. Həm də ki Ramazan bayramı olacaqdır. Oruç tutardı. Mən tutarım, mən yeni davam edirəm. Sən elə hər gün oruçsan. Mən haça baxıram, sən oruçsan. Bəzi günlər var, onun orucunu tuturam da. Allah qəbul eləsin. Çox əziyyət çəkdin, bu din baxımından. O mənə çox xoşdur. Allah sənə yaxşı şeylər keçirsin, ata. Reklamlar getirsin. Reklam getirdi. Şey desə, mən xanım Zeynəbin ziyarətində olmamışam. Bir də xanım Ruqiyəni, Şam şəhərində. O Şamdadır, xanım Zeynəb. Amma xanım var qırğın. Hə, nə qırğındır? Sən Allah bəsdir. Sən Allah Gediyor, gəlir, gəlir. Yox. Sən neyimə lazımdır? Əzəl harada tamamdırsa orada da olur. Şam haradır? Şam şəhəri. Adı nədir? Hansı ölkədir? Suriyada. Suriyadadır. Suriya. Neçədir ki? $1000. 1700. Ay $1000, alam buraları, neydi? Ama bu buraları. O ziyarətdən hamısı olmuşam. Bu iki xanımın ziyarətində olmuş. Ay $1000 mən reklamda edirəm. Mən demirəm, $1000. Biraz sən tutaq, biraz da mən yayda istəyirəm. İndi demirəm, yayda gedirsən. Allah'ın izniyle. İstəyir borca gedəsən. İstəyir har nə olsa har. O ziyarət Allah ömür versin. Ay neçəsi? Mən bilmirəm ay neçəsi deyirəm. Yaydadır. Yayda deyir, hansı vaxtda istəyirsən gedə bilərsən. Yəni o vaxta qədər pul yığın. Hansı vaxtda? Deyirəm hansı vaxtdadır. Deyirsə mən bilmirəm. Hansı vaxtdan daşsın? Pulum hansı vaxtda hazır oldu, onda gedirsən. Ziyarət hər ay var, hər həftə var. Bugün olsa pul $1000. Hələ bu gün də apar pulu ödəyib gedirsən. Sən Allah durdurma. Allah, baxmaram harada nə baş verir. Yaxşı, qoy bir dənə reklam növbəsi qoyunca reklam varsa, sən bugünkü reklamını sənə verərsən. Allah Allaha. Gedərəm. Bax, buranın haqqı bir dənə reklam işləyib. Görüm. Salam aleyküm. Reklamın kimə ehtiyac? Nə dərdir belə baxıb görüm. Şirindir də.